Hello everyone, hər kəsə salam, əziz 5-cilər. Növbəti izah videomuzla qarşınızdayıq. Bugünkü videoda biz Unit 8, Get Moving, hərəkətə geç bölməsini öyrənəcəyik. Bu bölmədə biz nələr öyrənəcəyik? Gəlin baxaq. Talk about sports, idmanlar haqqında danışmağı. Read about people and sports, insanlar və oyunlar, yəni idman oyunları haqqında danışmağı, idman haqqında danışmağı. Listen to a podcast dinləyəcəyik. Deməli, learn about why we do sports. Öyrənəcəyik idman haqqında, biz niyə idman edirik, bunun haqqında öyrənəcəyik. Write an email yazmağı öyrənəcəyik. Gəlin baxaq. İlk olaraq başlayırıq. Think bölməsindən. Düşün, what sports do you like? Hansı idmanları sən xoşlayırsan? Buna hər birimiz fərdi şəkildə cavab yaza bilərik, qısa şəkildə. I like football, məsəl üçün mən yazmışam. I like chess, mən futbolu xoşlayıram, mən şahmat xoşlayıram və s. İstədiyiniz idman növünü qeyd edə bilərsiniz. Davam edirik. Vocabulary in context. Deməli, kontekst daxilində vocabulary öyrənəcəyik. Sports. Deməli, bizə ilk öncə burada cümlələr verilib. Biz cümlələrdə şəkillərə baxaraq və yaxud da məntiqi, yəni verilən cümləyə baxaraq məntiqə uyğun olanını seçəcəyik. Swim, dance or surf or run in the ocean with your friends. Deməli, okeanda dostumuzla nə edə bilərik? Üzə bilərik. Düzdürmü? Surfing edə bilərik. Surf edə bilərik. İkiyə baxırıq. Ice skate, play volleyball or run and surf on the beach. Beachdə biz nə edə bilərik? Yəni sahildə. Play voleyball oynaya bilərik və qaça bilərik. Daha sonra swim and ski in the mountains. Dağda nə edirik? Xizək sürərik. Daha sonra ice skate, play volleyball at the ice rink. Deməli, buz meydançasında biz nə edə bilərik? Ice skate sürə bilərik. And in the evening, dance or ski to great music with your friends. Deməli, axşamları biz dostlarımızla əla bir musiqidə nə edə bilərik? Dans edə bilərik. Bəli. Davam edirik. Növbəti tapşırıq. Organize the verb below in the circles. Do you use your hand or foot? Deməli, hand əllərimizlə, foot isə ayaqlarımızla edə biləcək hərəkətləri biz aşağıdakı bizə verilən dairənin içində verilən yerlərdə yazmalıyıq. Məsələn, throw. Throw atmaq, tullamaq deməkdir. Onu əlimizlə eləyirik. Yazırıq bura. Əllərimizlə edə biləcək dairənin içinə. Sonra catch. Catch tutmaq deməkdir. Onu da yazırıq. Əllə eləyirik. Onu da yazdıq bura. Walk gəzməkdir. Run da qaçmaq. Onu da yazırıq digər circle dairənin içinə. Devam edirik. Match the image with the words in exercise 2, then listen, check and repeat. Deməli, burada bir dinləmə var. Dinləmədə bizə cümlələr verilir. Gəlin həmin cümlələri birinci dinləyək, daha sonra uyğun şəkillərin altında yazarıq. 1. Throw. 2. Walk. 3. Kick. 4. Catch. 5. Run. Və aşağı dinləməni etdik və bizə orada deyilən sözləri hamısını şəkillərin altında yazdıq, qeyd edirik. Davam edirik. Use it. Use it də bizə deməli nələri istifadə edəcəyik? What sports do you do? Mark or X, yəni negativ. Deməli, me. Mən hansılarını edirəm? My partner, bunu bir sinif yoldaşınızla edə bilərsiniz. Mənim partnerim hansılarını edir? Deməli, onlara ya edirsinizsə tik qoyursunuz, eləmirsinizsə cross. Bunu qruplarla işləyə bilərsiniz məktəbdə, sinifdə. Davam edirik reading bölməsi ilə. Look at the text and the image, then check the correct answer and answer the question. What type of text is this? Bu text nə haqqındadır? Who is your favorite athlete? Why? Sənin favorite atletin kimdir? Niyə?
Deməli, bu sualları ilk öncə oxuduq, amma biz nə etməliyik? Birinci bu teksti oxumalıyıq ki, mövzudan agah olaq, daha sonra qayıdıb həmin suallara cavab verə bilərik. Elədirsə başlayaq. Theo Green is from France. Theo Fransadandır. He swims in the Paralympics. Deməli, o Paralympics oyunlarında iştirak edir. Paralympics nədir? Uşaqlar, əlil və fiziki məhdudiyyətli idmançılar üçün təşkil olunan beynəlxalq idman yarışlarıdır. He swims for 4 hours a day and on weekends. He swims in competition. Competition uşaqlar deməli yarış müsabiqə deməkdir. O üzür 4 saat, bir gündə 4 saat və həftə sonları da. O deməli yarışlarda nə edir? İştirak edir, üzür. He can swim very fast. O sürətli üzür, but he can't ski or ice skate. Ancaq o xizək və ya konki sürə bilmir. Gəldik növbəti. Saki Kumagai is a Japanese soccer player, but she plays for a French team. Saki Kumagai Yapon bir futbol oyuncusudur. Ancaq o Fransız komandası üçün oynayır. She loves soccer, but she likes other sports too, like basketball and volleyball. O futbolu sevir, amma digər idmanları da sevir, basketbol və voleybol kimi. She can kick the ball very hard, but she can't swim very well. O topa bərk vurur, amma yaxşı üzə bilmir, çox yaxşı üzə bilmir. Gəldik növbəti yarışmacıya. Clarence Moniaye is from South Africa. Clarence Moniaye Cənubi Afrikadandır. He lives with his mom and dad, his 3 sisters and his brother. O, anası və atası, 3 bacısı və qardaşı ilə yaşayır. He can run very fast. O çox sürətli qaçır. He can run 200 meters in 20 seconds. O, qaça bilir 200 metrəni 20 saniyəyə. He can play soccer, but he can't dance. O futbol oynaya bilir, amma dans edə, yəni rəqs edə bilmir. Bəli uşaqlar, mətnimizi oxuduq. Gəlin indi əvvəlcə mətni oxumamışdan əvvəl bu 2 suala cavab verək. Mətni oxumamışdan əvvəl biz bunları oxumuşduq. İndi isə gəlin onlara cavab verək. What type of this text is this? A blog about athletes. Təbii ki, bu atletlər haqqında vlog idi. 2-yə baxırıq. Who is your favorite athlete? Why? Sənin favori atletin kimdir və niyə? Burada uşaqlar, siz öz istədiyinizi yaza bilərsiniz. Hansını favori atlet kimi görürsünüzsə. Mən qısaca bir yazacağım. Siz də mənim yazdığımdan yola çıxaraq öz fikrinizi yaza bilərsiniz. Bəli, mən cümləmi yazdım. Gəlin oxuyaq. My favorite athlete is Theo Green because even with many problems, he's a very good athlete. Mənim sevimli atletim Theo'dur, çünki bir çox problem olmasına baxmayaraq o çox yaxşı atletdir. Siz də öz sevdiyiniz atleti və onu sevmə səbəbinizi bu şəkildə yaza bilərsiniz. Gəldik növbəti tapşırığa. Növbəti tapşırıqda bizə deməli cümlələr verilib, həmin cümlələrin hansı atletin edib etmədiyini yazacağıq. Kick the ball very hard. Kim topa bərk vura bilirdi? Saki. Sakiyə tik qoyuruq. Daha sonra run very fast. Kim sürətli qaça bilirdi? Clarence. Ona tik qoyuruq. Swim very well. Theo'ydu. Play basketball. Kim basketbol oynuyordu? Saki. Daha sonra Saki'ye tik qoyuruq. Play soccer. Play soccer həm Saki oynuyordu, həm də Clarence oynuyordu. Ona görə hər ikisinə də tik qoya bilərik. Belə, gəldik tapşırıq 3. Read the text again and answer the question. Deməli, teksti oxumalıyıq və suallara
cavab verməliyik. İlk sualı bizim üçün cavablandırıblar nümunə olaraq. Qalan növbəti sualları isə biz yazmalıyıq. Gəlin elədirsə başlayaq. Bəli uşaqlar, cümlələri yazdıq, verilən suallara cavab verdik. Sonuncu cümlədə who can swim 100 meters in 180 seconds cümləsinə cavabı biz dinləmədən verməliyik. Mən dinləmədim çünki bu suallara cavabları mətndən verdim. Siz istəsəniz dinləyib yenə də yoxlaya bilərsiniz. Gəldik növbəti tapşırığımıza. Think, düşün. Are sports important? Why not? Düşünür, sizcə idmanlar vacibdirmi? Niyə də yox? Bu suala mən vacibdir şəklində cavab verəcəm. Siz istəsəniz, əgər vacib bilmirsinizsə, niyə vacib bilmədiyinizi yaza bilərsiniz. Qısa bir-iki cümlə ilə tamamlaya bilərsiniz. İndi mən sizin üçün yazıram. Yazdığım cümlədən yola çıxaraq öz variantınızı bildirə bilərsiniz. Bəli, nümunə cümləni yazdım. Gəlin oxuyaq. Yes, sports are important because they make us healthy and strong. Bəli, idman vacibdir çünki bizi sağlam və güclü edir. Bəli uşaqlar, bugünlük izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşmək ümidi ilə hələlik.